Salam kanalımın değerli izleyicileri, kanalıma yeni vloguma hoş gelmişsiniz. Bugünkü menümüzdə ciğer yeməkləridir. Artıq qaynanam hazırlayır, doğrayır, bölür, bir bişirimlik. Mən də burada mənə verdi. Tavanı qızdırdım, kərə yağı əlavə elədim. Ciyərləri artıq qoyuram bişməyə. Bizdə tefal tavanı çox da yeməklərin sevmirlər deyə. Ona görə mən hər zaman qədimi tavalarda bişirirəm çox vaxtı yeməklərimi. İndi ara sıra bəzən tefaldan istifadə edirəm. Artıq ciyərlərimi əlavə elədim tavaya. Sonra kərə yağı əlavə edirəm. Ən sonda da çevirəndən sonra qızarır. Çevirəndən sonra üzərinə sumaq əlavə edirəm. Bilirsiniz də ciyər yeməyi tez hazırlanan yeməkdir. Artıq burada doğradı, ayırdım. Ağciyərləri başqa, ürəyindən ciyər olanları başqa ayırdım. Yudum, süzənə tökdüm, suyu çəkilsin. Sonra ayıracağım, bir bişirimli edəcəm, qoyacağım dondurucuya hazır. Burada keçmişəm artıq yeməyimi hazırlamağa, şam yeməyi hazırlayıram. İlk öncə soğanımı qızartdım, qızılı rəngə çalana yaxın. Bir yanda da ciyəri qaynatmışdım. Qaynatdığım ciyərin suyunu atmadım. Onun suyunu ən sonda yeməyə əlavə edəcəm. Çünki elə dadlı olur yemək. Soğanı qızardandan sonra əlavə edirəm ciyərləri. Ən sonda da kartofun, bir də ədviyalarını əlavə edəcəm. Bu isə ağciyərdir. Ağciyəri əvvəlcədən yudum, sonra qoydum qaynamağa. Qaynayandan sonra soyudu. Bir orta boy soğan, bir də orta boy kartof doğradım, əlavə elədim. Hamısını birlikdə çəkdim. Çəkəndən sonra ədviyalarını əlavə eləyib qoyuram bişməyə. Bişəndən sonra da bir dəstə kişniş, bir dəstə də şüd, bir də 2 baş göy soğan əlavə edirəm. Sonra xırda-xırda doğrayıb əlavə edirəm. Odun üstündən götürəndən sonra bu göyərtiləri əlavə edirəm. Sonra yaxşıca qarışdırıb, kündələrimi yayıb için doldurub bişirirəm.
Hə, xanımlar, burada öz Temu bağlamamı açıram. Müştərilər mənə sifarişlər vurdurub. Onları gətirmişəm. Dedim açmışkən, həm də mən ilk öncə baxıram. Sonra müştəriyə təhvil verirəm. Özüm yoxlayıram. Görüm necə gəlib keyfiyyət olaraq, həm də ölçü olaraq. Bu dəst ev geyimidir. Qiyməti 18 manatdır. Bu isə şardır, 6 yaş şarıdır və bu da şamdır tort üçün, tortun üzəri üçün. Bu da ev dəstidir, yenə ev geyimidir. Bunun qiyməti 17 manatdır. Bəzən Temuda tez-tez qiymətlər dəyişir. Yəni mən sifarişlərim gələnə qədər ola bilər qiymətlər dəyişir, ya bitə bilir. Bəzi məhsullara girib baxa bilmirəm. Amma nələrisə istəsəz mənə yazarsınız yorumda. Mən onların linklərini paylaşaram, nəyisə bəyənsəz. Bir də kanalıma abunə olmağı, mənə dəstək olmağı unutmayın qızlar. Bu da sadə şalvardır. Şalvar 22 manat idi qiyməti. Bu dırnaq üçün, dırnaqdır da, sadə dırnaq. 3 manat 50 qəpik qiyməti. Bu boyunbağıdır. 2 manat 50 qəpik idi qiyməti. Bu da saç vurmaq üçün alətdir. 3 manat 50 qəpik. Bu paltarda olur, tiflənir bəzən paltarlar. Onları təmizləmək üçün bir alətdir. 4 manat idi qiyməti. Bu qız uşaqlar üçün koftadır. 18 manat. S ölçüdür. Materialı qəşəng gəlmişdi, bəyəndim. Keyfiyyətli idi. Bu da xanımlar üçün koftadır. El ölçüdür. 14 manat qiyməti. Bu da bu brasletdir. 4 manat. Fərq eləmir. Qız, oğlan, yəni ikisi də istifadə edə bilər. Bu da saç üçün tokalardır. 3 manat qiyməti. İçində deyəsən 50 ədəd idi. Səhv eləmirəmsə saymadım. Çünki müştərinin idi. Prosto açıram, baxıram keyfiyyətinə. Bu da sırğadır. 3 manat 50 qəpik. Bu da qız uşaqlar üçün sırğadır. 2 manat qiyməti. Bu xanımlar üçün saatdır. Saatın qiyməti 7 manat. Bu da üzükdür. 3 manat. Qəşəng üzüyüdür, bəyəndim. Həm böyük eləmək olur, arxasında böyük eləmək olur, kiçik eləmək olur. Bu da qız uşaqlar üçün koftadır. 18 manat qiyməti. Hə, xanımlar, burada isə paytaxt salatı hazırlayıram. İlk öncə qaynatdım, kartofum, yumurtam, kökümü qoydum. Hamısını bir qabda qaynadı. Digər qabda da toyuğun döşətini qoymuşam qaynamağa. Bir balaca duz əlavə edib, onun üstündəki ətləri yığmışam. Sonra qaynadı. Şüydlərimi də yumuşam. Suyu qəşəngcə salfetə hopur. Suyu qalmasın deyə. Çünki salat sulana bilər. Toyuğumun sinətini, bir də xiyar, şoraba xiyar, şit xiyar. Onları bıçaqla doğrayıram. Digərləri kartof, kök, yumurtanı isə bu alətlə doğrayıram.
Artıq bitirdim. Ən sonda mayonez əlavə edirəm. Smetanım olanda smetanı vururam. İndi bu dəfə smetanım yox idi deyə unutmuşdum almağa. Ən sonda da istiotla duzu əlavə edirəm. Duz az vururam çünki şoraba xiyar da duzludur deyə azca vururam. Sonra yaxşıca qarışdırıram. Bugünlük bu qədər. Gələn vloglarda görüşmək ümidi ilə. Hələlik. Qəşəngdir. Yeniş olsun, ye. Bundan da verib. Hələ onu ye, qutar.